Salam dostlar. Bugün sizə AdWords haqqında danışmaq istəyirəm. AdWords onu necə YouTube-la əlaqələndirmək olar və YouTube-a necə bağlamaq olar, onu göstərmək istəyirəm. Və bu necə baş verir, gəlin bir yerdə izləyək. Demək, öz YouTube səhifənizi daxil olursunuz və YouTube səhifəsinə daxil olandan sonra burada gördüyünüz kimi bu bölümə girirsiniz. Və səhifənizin özündə kanal bölümü var. Kanal bölümünə girirsiniz. Kanal bölümünə girəndən sonra burada bu yazını görürsünüz də burada rus dilində verib, дополнительно. Bura girdiniz və gəlirsiniz aşağı və burada görürsünüz связать аккаунт, demək kanalı birləşdirmək və daxil oluruq buna. Burada demək bu bölümü açanda əgər o kod varızdırsa, yəni ki AdWords-a bağlı olanda adətən bax belə bir kod verir, görürsünüz. Burada məsəl üçün verib onu, amma burada da bax fikir verirsiniz, burada da belə göstərir, yəni ki. Amma burada indi bizim yoxumuzdur, AdWords-a bağlanmamışıq və biz istəyirik ki AdWords-a daxil olaq və o kodu əldə eləyək və bura yazaq. Onun üçün də biz AdWords-a daxil olmalıyıq. AdWords-a daxil olacaq və kodu burada yazırıq. Əziz dostlar, demək AdWords nədir? AdWords demək YouTube-da olan videolarınızı məsələn orada reklam edə bilərsiniz. AdWords onu sizin üçün təşkil edir. Yəni ki, həm ondan özü üçün də gəlirini götürür və sizin də məsələn videonuzu orada reklam edir və Google-un ilk bölümlərinə, yəni axtarış sisteminə salır həmin videolarınızı. Burada tam təsdiq. Burada demək belə bir şey verir. Burada e-mailiniz yazılır avtomatik olaraq. Əgər YouTube səhifəsindən bağlanırsınızsa, burada şəhər, saat və valyuta, yəni burada seçilib dollar şuşa və yadda saxlayırsınız və davam etmək. Davam edirik. Və gördüyünüz kimi belə bir pəncərə açılır və AdWords açıldı. Görək. Demək, burada necə etmək olar, yəni video qoymaq olar, reklam olunsun. Burada görürsünüz, kampaniya yarat. Kampaniya yarat sözünə giririk, sazdat kampaniya.
Burada da eyni şey yazırıq. Və burada da açar sözləri istəyir. Açar sözləri. Bir açar sözü gətiririk. Və burada görürük. Yadda saxlayın. Sözlər çoxdur deyənə. Və yadda saxlayırıq. Və görürsünüz, gəldi düşdü bura. Və bu AdWords-da siz gərək AdWords-da necə AdSense-də qeydiyyatdan keçirsiniz, ora özünüz haqqında məlumatı qoyursunuz, adı, soyadı, harda olursunuz, harda yaşayırsınız, hansı küçədə, telefon nömrəsi, əlaqə telefon nömrəsi və burada bank kartından istifadə edirsiniz. Bank kartının nömrəsini ora qeyd eləməlisiniz və gördüyünüz kimi bu qırmızı yazı ki var, bu oradan onları qoyandan sonra bu oradan ləğv olunur və AdWords aktiv olunur və sizin qoyduğunuz video reklam olunur. Həmən gündən reklam olunur. Və dostlar, demək, biz bayaq girə bilmirdik, qeydiyyat istəyirdi. İndi bir dəfə yenə yoxlayıq.
və gördüyünüz kimi bunu kopyalayıb bura qoymaq lazımdır. Və gördüyünüz kimi burada ad seçirsiniz. O belə açmalıdır. Ad seçirsiniz və bu işarələri qoyursunuz və qatovdur, yəni hazır. Və gördüyünüz kimi AdWords-a bağlandıq. Belə bir yazı gəldi bura. Və belə dostlar, gördüyünüz kimi burada da yadda saxla, saxlanıcı. Gördüyünüz kimi aktiv olundu və AdWords-a bağlandıq. Videomuzu yerləşdirdik və AdWords-a reklam etdik. Belə dostlar, gördüyünüz kimi AdWords-a necə bağlanmaq olar, necə istifadə etmək olar, onu sizə göstərdim. Və yeni videolarımda görüşənədək və çox sağ olun ki, videoma baxdınız. Abunə olmağı da unutmursunuz. Çox sağ olun dostlar. Görüşənədək.